Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin, növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək. İyunun 2-dən 8-inə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik. Qoç bürcü. Bu həftə sizi yorğunluq bürüyə bilər, ona görə də özünüzü yormamağa çalışın. Kiçik bir fasilə götürüb dincəlmək həyatınıza yeni enerji qatacaq. Həftənin sonuna yaxın gözlənilməz maddi qazanc ola bilər, bəlkə də unudulmuş bir borc sizə qaytarılacaq. İdman həyatınıza rəng qatacaq və özünüzü daha enerjili hiss edəcəksiniz. Amma diqqətli olun, ətrafınızda paxıllıq edən biri fürsət gözləyir. Uğurlu günlər 3-7 iyun. Uğursuz gün 5 iyun. Boğa bürcü. Bu həftə danışığınıza diqqət edin, dediyiniz hər söz əleyhinizə çevrilə bilər. Bəzi çətinliklər sizi sınağa çəkəcək, amma səbirli olsanız, gələn həftə vəziyyət düzələcək. Həftə sonu maliyyə baxımından sevindirici ola bilər. Sakitliyiniz başqaları tərəfindən zəiflik kimi qəbul edilə bilər, amma bu dəfə susmaq əvəzinə öz mövqeyinizi sərt şəkildə bildirin. Uğurlu günlər 6-8 iyun. Uğursuz gün 4 iyun. Əkizlər bürcü. Karyera sahəsində yeni imkanlar qapınızı döyür. Özünüzə güvənin və riskdən qorxmayın, nəticəsi uğurlu olacaq. Qadın əkizlər üçün sevgi dolu etiraflar mümkündür, kişilər isə romantik addımlar atmaq üçün fürsət qazanacaqlar. Ancaq diqqətli olun, bəziləri sizin uğurlarınızı kölgələmək üçün fürsət axtarır. Uğurlu günlər 3-4 iyun. Uğursuz gün 8 iyun. Xərçəng bürcü. İş və təhsil sahəsində müsbət xəbərlər sizi sevindirəcək. Özünüzü inkişaf etdirmək üçün əla fürsətlər yaranacaq, yeni kurslara və layihələrə açıq olun. Maliyyə baxımından irəliləyiş olsa da qənaət etməyi unutmayın. Səfərlərə və maşın idarə etməyə gəlincə maksimum diqqətli olun, ehtiyatı əldən verməyin. Uğurlu günlər 2-4 iyun. Uğursuz gün 3 iyun. Şir bürcü. Həyatınızda dönüş nöqtəsi baş verə bilər. Əgər çoxdan bir məqsədə doğru çalışırsınızsa, bu həftə ilk nəticələr sizi sevindirəcək. Maddi baxımdan gözlənilməz gəlir mümkündür, lakin diqqətli olun, əlinizdə çox pul gəzməsin. İş mühitində qısqanclıq yarana bilər, ona görə də hər şeyinizi hər kəsə deməyin. Uğurlu günlər 5-6 iyun. Uğursuz gün 8 iyun. Qız bürcü. Pul və karyera baxımından yüksəliş gözlənilir. Sizə sərfəli bir təklif gələ bilər və bu, gələcəyinizə müsbət təsir edəcək. İnadkarlığınız və peşəkarlığınız sayəsində bir neçə yerdən iş təklifi mümkündür. Həftə sonu şəxsi münasibətlərdə qərarsızlıq yaşaya bilərsiniz, intuisiya ilə hərəkət edin. Uğurlu günlər 3-7 iyun. Uğursuz gün 5 iyun. Tərəzi bürcü. Sizi sürpriz görüşlər və gözlənilməz tanışlıqlar gözləyir. Bu həftə sosial həyatınız canlanacaq və yeni insanlar sizə enerji verəcək. Səfərlər, kurslar və fərqli fəaliyyətlər şəxsi həyatınıza rəng qatacaq. Subay tərəzilər isə seçimlərində ehtiyatlı olmalıdırlar, hər mələk qanadlı olmur. Uğurlu günlər 4-6 iyun. Uğursuz gün 5 iyun. Əqrəb bürcü. İş axtaran və ya dəyişiklik arzulayan əqrəblər üçün bu həftə qızıl fürsət ola bilər. Dostlarınızdan gələn qeyri-adi təkliflərə açıq olun, sizi gözlənilməz şəkildə irəli aparacaq. Həftənin ikinci yarısında emosiyalarınıza hakim olun, çünki əsassız mübahisələr mümkündür. Səbr qələbənin açarı olacaq. Uğurlu günlər 3-4 iyun. Uğursuz gün 6 iyun. Oxatan bürcü. Bu həftə verəcəyiniz qərarlar gələcəyiniz üçün həlledici olacaq. İş yerində diqqət mərkəzində olacaqsınız, amma bu da bəzi qısqanclıqları üzə çıxara bilər. Əgər kiməsə etibar etmirsinizsə, dostluğu yenidən nəzərdən keçirin. Hisslərini sizdən gizlədən biri var, bəlkə də sizin cavabınız üçün fürsət gözləyir. Uğurlu günlər 2-5 iyun. Uğursuz gün 3 iyun. Oğlaq bürcü. Həftənin əvvəlində çətinliklər olsa da ortalara doğru hava açılacaq. Faydalı tanışlıqlar və maraqlı səfərlər gündəminizdə olacaq. Romantik anlar, hətta evlilik təklifləri ehtimal xaricində deyil. Sevgilisi olmayanlar isə bu həftə diqqətlərini tamamilə karyeralarına yönəltməlidirlər. Uğurlu günlər 4-6 iyun. Uğursuz gün 7 iyun. Dolça bürcü. Sənədləşmə, müqavilə və hüquqi məsələlər üçün münasib zamandır. Səyahətə çıxmaq istəyi varsa, tərəddüd etməyin, bu istirahət sizə lazım idi. Xarici görünüşünüzü dəyişmək istəsəniz, vaxtıdır. Bu, hər kəsi heyrətləndirəcək. Sevgi mövzusunda tələsməyin, hələlik özünüzə fokuslanın. Uğurlu günlər 2-6 iyun. Uğursuz gün 8 iyun.
Balıqlar bürcü. Bu həftə sizin üçün hərtərəfli sınaqlar dövrü olacaq. İş sahəsində yeni tapşırıqlar və imkanlar sizi gözləyir. Əgər bu fürsətləri düzgün dəyərləndirsəniz, maddi yüksəliş qaçılmazdır. Amma şəxsi münasibətlərdə diqqətli olun, emosiyalarınızı cilovlamaq bu həftənin əsas dərsidir. Uğurlu günlər 4-7 iyun. Uğursuz gün 5 iyun. Bu həftəlik bu qədər. Gələn həftəyə görüşənədək gününüz uğurlu və xoş keçsin. Videolar sizlərə faydalı oldusa kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın.